Herkese salam, kanalıma ve yeni videoma hoş gəlmişsiniz. Bugün sizlərə yeni kəşf elədiyim çox möhtəşəm bir markadan və uzun müddət araşdırıb məsləhətlər üzərinə aldığım bu markanın iki parfümü haqqında danışmaq və həm də onları sizlərə göstərmək istəyirəm. Bu markanın adı Illusion'dır. Bu parfüm seriyası isə 6 parfümdən ibarətdir. İlk olaraq əmin olmaq üçün 2 parfüm seçdim və aldım. Üstündə də digər 2 parfümünün testləri hədiyyə göndərilib. Adları Mirage və Lumiere'dir. Mən alıb seçdiyim parfümlər isə Erien, dəqiq bilmirəm necə oxunur. Yəni mən Erien deyə səsləndirəcəm. Digəri isə Fortune'dır. İlk öncə başlayaq Erien'dən. Üstündə adı yazılan kağızı kəsmək lazımdır. Bu parfüm çiçəyimsi, pudralı və misk ətirlidir. Tam mənim sevdiyim parfüm tipidir. Yəni çox yumuşaq, biraz şirin ətri var və pudra ətri vuran kimi hiss olunur. İlk vuranda ətrə aşiq oldum deyə bilərəm. Qablaşdırmalarını da çox bəyəndim. Məncə çox lüks görünür və qalıcılıqları da çox mükəmməldir. Daha sonra keçək Fortune'a. Əslində bunlardan birini bacımın ad günü üçün götürdüm və dedim ki, hansını bəyənsə onu seçsin. O da Fortune'u bəyəndi. Bu parfüm isə vanilyalı, çiçəmsi və amber ətirlidir. Erien'ə nəzərən daha freshdir və bu da çox gözəldir. Çox elit lüks ətirlərdir. Ona görə də göndərilən testerlərin Mirage və Lumiere'nin böyük boyunu da sifariş verdim. Onlar noyabr endirim kodu ilə daha da ucuza gəldi və digər qalan ikisini də testerini satıcıdan istədim. Amma dedilər ki, testerlər stoklara görə seçilir və sonra Trendyol çox böyük bir endirim kodu verdi və parfümlər o qədər ucuza gəldi ki, dedim bu fürsət qaçmaz. Digər parfümlərin gözəlliyinə güvənib axırıncı iki parfümü də aldım, yəni seti tamamladım. Bu ara kanalda çox parfüm videosu görəcəksiniz. Bilirsiniz, parfüm kolleksiyası düzəltmək istədiyimi və artıq kolleksiyam olmaq üzrədir. Hələlik kanala abunə olub bəyənməyi unutmayın, zəhmət olmasa.